Mənim adım Şəmsiyyədir, amma hər kəs mənə Şəms deyir. Və bəzən yaxınlaşanda günəşlə onu yanaşdırırlar. Amma mənim heç vaxt özümün kimliyində özümü günəş kimi görmək bir iddiam heç vaxt olmayıb. Çünki günəş mənim təsəvvürümdə o qədər böyükdür ki, inanılmaz böyükdür. Yəni mən onu bir zərrəsi qədər də deyiləm. Yəni o günəş kimliyini daşımıram. Amma Şəms adında ən çox xoşuma gələn şeylərdən biri onun insanların qəlbində yaratdığı istilikdir. Yəni Azərbaycanda istəyirsiz kişi olsun, istəyirsiz qadın olsun, fərqi yoxdur. Mən təlimlərdə çox çıxış edirəm. Fərqli auditoriyalar görürəm, yaşlı, cavan. Adımı deyəndə insanların qəlbində bir istilik yaradır sanki. Hər kəsin üzündə elə bir günəşin işığını görmək olur. Adın o tərəfini sevirəm. Amma mənim adla ən çox assosiasiyam Şəms Təbrizi ilə bağlıdır. Çünki bəlkə özümü də orada daha çox görürəm, əsərlərdə daha çox görürəm. Onun həyata yanaşmasında daha çox görürəm. Əslində Şəms Təbrizi özü də günəş boydadır. Şəmsin şeirlərini bəzən dinləyirəm, ya qulaq asıram. Şəms Təbrizinin 2 sətri yadıma düşür. Anladım ki, dərin və əsrarəngiz hər şey sıyır. Anladım ki, san hər şey dərin və heybətlidir. Biraz da səssizliyim konuşsun. Bax, bu sətirlər mənim arxa planda, mənim ağlımdadır və bu adla paralel daşıdığım bir şeydir. Rəsm bu mədəniyyəti olduğu gözəlliyində təqdim edə bilir. Əsl sənət əsərləri yaradır. Yəni, Azərbaycan sənətkarlığını gözəl nümayiş elətdirir.